Salam, Gələcək Bilik Verilişi efirdədir. Gələcəyimizdən, bilikli gələcəyimizdən danışacağıq bugün. Bilikli gələcək təbii ki, boşluq üzərində qurulmur. Bunun bir bünövrəsi əsası olmalıdır və həmin bünövrənin əsaslarının sütunlarından da biri tarix elmidir, tariximizdir. Bugün tarixdən həm gələcəyimizin bünövrəsi əsası kimi, həm milli təhlükəsizlik konsepsiyasının sütunlarından biri kimi, həm də elm və həm də təbliğat vasitəsi kimi danışacağıq. Bu mövzu ətrafında fikir mübadiləsi aparmaq üçün həm söhbətlərim də tarixçilərdir. Buyurun özünüzü təqdim edin, zəhmət olmasın. Milyasyon Mənsur, tarix müəllimiyəm. Bariz Allahverdiyev, Quba rayon Qaraçay qəsəbə tam orta ümumi təhsil məktəbinin tarix müəllimi. Tarix elminin, tarixin ümumiyyətlə nə olduğunu hamı ümumi olaraq bilir, anlayır. Amma tarixin yaranması elm şəklində, sistemli şəkildə öyrənilməsi və yaranması hansı zamandan başlayıbdı və Azərbaycan tarixinin sistemli şəkildə yaranması, tədqiqatları hansı zamanlar, kimlər tərəfindən başlanıbdı? Bu barədə qısa bir məlumat verərdiniz, zəhmət olmasa. Tarixin bir elm olaraq tarixi də çox qədimdir və zəngindir. Yəni ilk olaraq tarix elmi formalaşıb, yəni bir konkret bir mənbələr üzrə götürəndə. Bir və tarix elmi elə sinifli cəmiyyətin formalaşmasına elə eyni vaxtda tarix elminin də formalaşması prosesi başlayır. O ki qaldı tarixi mənbələr, yəni tarixi bir əsərlərin müəllifləri olaraq antik Yunan mənbələridir. Xüsusilə tarix elminin, yəni ilk tarix əsəri olan əsəri, ya qədim Yunan tarixçisi Herodot yazıb. 5-ci əsrdə yaşayıb və Herodotun yazdığı tarix əsərində Yunan-İran müharibələri və yaxud da Yunan-Əhəməni müharibələri öz əksini tapıb və burada artıq tarixin elmi əsaslarla, yəni yazılmasının, daha doğrusu bir formalaşmasının əsası qoyuldu həmin əsərlə. Ancaq ümumi şəkildə götürəndə qeyd etdiyim kimi sinifli cəmiyyətin formalaşdığı dövrdən başlayaraq və yaxud da yəni bu tarix elminin formalaşması prosesi paralel olaraq gedib. Və sonra da Herodotdan sonraki yəni antik Yunan və Roma müəlliflərinin əsərləri tarix elmi zənginləşib. Yəni bir növ tarixi həqiqətlər əsərlərə çevrilib, yəni bugünə, yəni maddi mədəniyyət nümunələri çevrilərək bugün bizə gətirib çatdırılıb. Ancaq bir məsələ də var ki, tarix bir elm olaraq, əgər biz bunu elm kimi götürəndə, tarix cəmiyyətin inkişafı prosesinin dərk olunmasında tarix elmi qədər ikinci bir elm yoxdur. Yəni əhəmiyyət baxımından. Ancaq təəssüflər olsun ki, elə qədim dövrdən bu yana, dövrdə də həmçinin tarixi ideoloji bir elmə çeviriblər. Hətta Aristotel özü elmləri təsnifatını aparanda tarixi elm kimi götürmədi. Belə əsaslandırdı ki, tarix ideologiya xidmət edir. Ancaq əslində, yəni elm olaraq ideologiya xidmət etməlidir. Tarix obyektiv gerçəkliyi və yaxud obyektiv reallığı əks etdirməlidir, çünki elmdir. Və bu nöqteyi nəzərdən yanaşanda, yəni Ulu Öndərin də elə qeyd etdiyi kimi, tarixi olduğu kimi öyrənmək lazımdır, obyektiv öyrənmək lazımdır və olduğu kimi dərk etmək və sonraki nəsillərə ötürmək. Buna görə də təbii ki, tarix fundamental elmdir. Ancaq yəni bir cəhətdən, bir aspektdən götürəndə, yəni ideologiya xidmət etməsə. Təəssüflər olsun ki, biz yəni antik tarixdən bugünə qədər, yəni həm tarixçilərin əsərlərində görürük, məqamları görürük. Ancaq ümumi konsepsiyadan yanaşanda, bəli, tarix fundamental elmdir və cəmiyyətin inkişafı prosesinin dərk olunmasını öyrənir və inkişaf qanunlarını öyrənir. Və qeyd etdiyim kimi, elə bir elm sahəsi yoxdur ki, o cəmiyyətin inkişafını tarix qədər dərindən öyrənsin və necə deyirlər, bir dərk etmə prosesi olaraq öyrənsin. Və təbii ki, gənc nəsillə də biz tarixi obyektiv öyrətməliyik, qərəzsiz öyrətməliyik, tarixi həqiqətləri, tarixi faktları, tarixi qanunları olduğu kimi təqdim etməliyik. Əgər belə eləsə, biz, yəni bizim tarix müəllimləri olaraq öhdəmizə düşən əsas vəzifələrdən biri budur. Belə olsa, təbii ki, gənc nəsildə tarix elmindən maraq da bir qədər oyanar. Və tarixin bir var obyekti, yəni tarix nəyə öyrənir? Bir var nəyə öyrədir? Yəni fən olaraq. Elm olaraq da qeyd etdiyim kimi cəmiyyətin inkişaf prosesini öyrənir. Cəmiyyətin inkişaf qanunlarını öyrənir. Azı nəyi öyrədir? Yəni ümumi təhsil müəssisələrində şagirdlərə nəyi öyrədir? Və nəyi öyrədirsə, o tarix fənninin məzmun xəttlərində ifadə olunur.
Yəni tarixi biz tarix müəllimi olaraq öyrənirik və hansı istiqamətlər üzrə və yaxud da hansı aspektlər üzrə öyrədirik. Hansı aspektlər üzrə öyrədirik? O qeyd etdiyim kimi tarix fənninin məzmun xəttlərində öz əksini tapıb. Yəni nədir bu məzmun xəttlərində tarix fənninin məqsədi? Yəni öyrətmə istiqamətləri bu tarixi dövlətlərdir, mədəniyyətdir, tarixi zamandır, tarixi məkandır, şəxsiyyətlərdir. Biz bu istiqamətdə ümumi təhsil məktəblərində tarix müəllimləri şagirdlərimizə tarixi bu istiqamətdə öyrədir. Yəni elm olaraq cəmiyyətin inkişafını öyrənir, fənn olaraq bunları öyrədir. İlkin tarixi əsərlərə baxanda və hətta sonrakı orta əsrlərə də baxanda və hətta 20-ci əsrin tarix əsərlərinə də baxanda tarix sanki müharibələrin, istilaların, fətihlərin salnaməsini yazan bir elm kimi formalaşıbdır. Sizcə və belə bir təəssürat yaranır ki, bu müharibələr olmasaydı, bu istilalar olmasaydı, bu fətihlər olmasaydı, tarix elmi də olmazdı. Çünki yəni bünövrəsi ondan qoyulub. Bütün yəni antik tarix bunun üzərində qurulubdur. Bunun səbəbini siz necə görürsünüz? Yəni təbii ki, öz fikrimiz. Mənsur müəllim gözəl bir fikir qeyd etdi Ulu Öndərdən. Mən də Ulu Öndərimizin tarix elminin tədrisi barəsində bir məsələ gətirib sonra sizin suala aydınlıq gətirəcəm. Bugün Azərbaycanın hər bir gənci məktəbdə milli təhsil alaraq öz tarixinin, öz dövlətinin keçmiş zamanlardan indiyə qədər olan tarixini gərək yaxşı bilməlidir. Əgər bunu bilməsə millətini qiymətləndirə bilməz. Əgər bunu bilməsə millətinə olan mənsubiyyəti ilə istənilən səviyyədə fəxr edə bilməz. Əgər bunu bilməsə o millətini, o həqiqi vətəndaş ola bilməz. Bəli, Azərbaycanın hər bir gənci məktəbdə təhsil alıb öz xalqının, dövlətinin qədim zamanlardan indiyə qədər olan tarixini yaxşı bilməlidir. Və bu istiqamətdə də müstəqil dövlətçiliyimizin əldə olunmasından sonra çox mühüm işlər həyata keçirilir. Eyni zamanda Sovet tarixşünaslığında da bu Ulu Öndərin hakimiyyəti dövrlərində, müəyyən dövrlərdə tariximizin öyrənilməsi üçün mühüm addımlar atılmışdır. Qaldı ki, tarixin sizin dediyiniz istiqamətdə suala yanaşsaq, Azərbaycan dövlətçilik tarixində ilk tarixçi kimi mən 7-ci əsrdə Alban hökmdarı Cavanşirin deməli müasiri olan Bərdə yaxınlığında Kalankat kəndində doğulub Musa Kalankatlının adını misal göstərmək istəyirəm ki, Alban tarixi əsərini müəllifi yazıb. Deməli, qədim dövrdə tarixçilər bilavasitə, Mənsur müəllim qeyd elədi, təbliğat vasitəsi kimi olmamalıdır, amma tarixçilər bilavasitə dövlətlərin və hökmdarların tarixlərini yazırdılar. Yəni, bu istəsə də belə alınırdı, istəməsə də belə alınırdı. Zaman keçdi. Məsəl üçün, daha sonra Azərbaycan tarixşünaslığında görürük ki, Fəzlullah Rəşidəddinin adı var ki, tarixlər toplusu əsərini yazıb, tarix inkişaf elədi, gəlir, çıxırıq Şah 1-ci Abbasın hakimiyyəti dövründən və yaxud 1-ci Təhmasibə ki, Səfəvilər dövlətinin qüdrətli hökmdarları idilər. Orada da elə deməli hökmdarların yürüşlərində iştirak edərək və yaxud onların həyata keçirdiyi tədbirləri və yaxud döyüşləri, onlar dövlətlərin həyata keçirdiyi, apardığı, qonşu dövlətlərlə apardığı döyüşləri, müharibələri qeydə almışlar. Hələ tarixə 19-cu, 20-ci əsrə qədər sosial-iqtisadi münasibətlər o qədər gətirilməmişdi. Artıq 19-cu əsrin sonundan 20-ci əsrdə artıq tarixdə nəinki müharibələr, dövlətlərin apardığı, həyata keçirdiyi tədbirlərdən yaranışın, süqutun, digərdən başqa sosial-iqtisadi münasibətlər də, məsəl üçün torpaq mülkiyyəti formaları və yaxud təbəqələr, insanların təbəqələri və digər tarixi faktorlar da deməli, tarixdə öz yerini tapmağa başladı və bu artıq 20-ci əsrin sonunda 21-ci əsrdə artıq yeni dərsliklər yazılarkən tarix daha geniş şəkildə tədris olunmağa və yazılmağa başladı. Qaldı ki, Azərbaycan tarixşünaslığında bayaq da qeyd etdim ki, Azərbaycan tarixşünaslığının banisi Abbasqulu Ağa Bakıxanov 1841-ci ildə yazmış olduğu Gülüstan İrəm əsərində Qafqazın, Dağıstanın və Azərbaycanın Gülüstan sülhünə qədər olan
dövrünü öz tarix əsərində işıqlandırmışdı. Yəni Cənnət Gülüstanı, Gülüstan deyirəm. Yəni Azərbaycan tarixşünaslığının əsasını demək olar ki, Abbasqulu Ağa Bakıxanov qoymuşdur. Bakıxanov da bilavasitə həmin əsərdə dövlətlərimizin tarixini yazmışdı. Yəni deməli müharibələr, dövlətlərin yaranması, hökmdarların yürüşləri, həyata keçirdiyi döyüşlər hamısı tarixdə bu istiqamətdə yazılırdı. Bilavasitə, yəni qədim tarixçilərdən birinin fikrincə, deməli, tarix keçmişi mühakimə etmək deyil. Keçmişi biz mühakimə etsək də, keçmişdə olan tarixi hadisələrə qiymət versək də tarixi dəyişdirə bilmərik. Keçmişdə olmuşlar, keçmişdə qalıb. Tarix bugünkü faktları dəyərli ilə öyrətmək, daha yaxşı tədris etmək və müasir dövrdə tarix elminin inkişafına öz töhfələrimizi verməkdən ibarətdir. Tarix o, yəni elm, tədqiqat və ideologiya sahəsidir ki, dayanmır, daim yenilənir. Və bugünkü günümüzdə bayaq sizin dediyiniz o ideologiya, təbliğat məsələsinə gətirirəm fikrimi ki, bugün gözümüzün önündə bir tarix yazılır. Ukrayna-Rusiya müharibəsi baş verir və Ukraynanın tarixi baxımından bu Rusiyanın belə işğalıdır. Rusiyanın Ukrayna ərazisinə, müstəqil dövlətin ərazisinə təcavüz eləməsidir, işğalçılıq hərəkətləridir, işğalçı müharibədir. Rusiya tarixi nöqteyi nəzərindən bu Ukraynada yaşayan rus dilli əhalini xilas eləməkdir, rus dilli əhalinin yaşadığı şəhərləri azad eləməkdir. Yəni tarixin özündə hər kəsin belə öz tarixi, öz baxışı var və hər kəsin də öz tarixi var. Və hər kəsin də tarixi son nəticədə onun öz maraqlarına, milli maraqlarına xidmət edir. Bizim yəni yerləşdiyimiz coğrafiyada milli maraqları bizi gözlü görmək istəməyən cənub qonşumuz var, şimal qonşumuz var, qüdrətli dövlətlərdir ikisi də və ümumiyyətlə yaxın tariximiz boyu daim bizə düşmən münasibət bəsləyən Ermənistan var. İstər İranın Fars rejimi, Molla rejimi, istər Rusiyanın şovinistləri, şovinist tarixçiləri Azərbaycanın sanki müstəqil və tarixi olan bir dövlət kimi görmək istəmir. Daima Azərbaycanı süni olaraq yaradılmış, tarixi olmayan, hansısa siyasi proseslərin, razılaşmaların nəticəsi kimi ortaya çıxmış bir dövlət kimi təqdim etməyə çalışırlar. İstər İran tərəfi olsun, istər Rusiya tərəfi olsun və bunlardan da qaynaqlanır, bundan da yəni faydalanır yenə də Ermənistan tarixçiləri. Bu baxımdan yanaşsaq, bizim yəni tarix elmimiz, bizim tarixçilərimiz bu üç tərəfli təzyiqin altında necə davam gətirməlidirlər və bu tarix elmimizi hansı səviyyəyə qaldırmalıdırlar ki, bu suallar ümumiyyətlə ortaya çıxmasın. Yəni Azərbaycan, məsələn bir tərəfində deyim, ona da fikrinizi bildirərsiniz cavab verəndə, Azərbaycan tarixi ümumi-türk tarixinin bir davamıdır. Və o türk xalqlarının da tarixi çox təəssüf ki, yazılı tarix deyil, bu daha çox şifahi tarixdir. Və problemin bir kökü də buradadır. Və bu baxımdan yəni tariximizin qarşısında çox ciddi problemlər var. Tarix elmimizin qarşısında çox ciddi problemlər var. Buna münasibətimiz. Ümumiyyətlə, Barizlə qeyd etdiyi kimi, tarixi öyrənmək üçün kifayət qədər, yəni qədim, orta əsr, yeni dövr və müasir dövr mənbələri var. Lakin iş orasındadır ki, yəni məsələnin mahiyyəti odur ki, Bakıxanovdan müəllim qeyd etdi. Bakıxanova qədər düzdür, bəli, bizim çoxlu tarix əsərlərimiz var. Yəni mənbələr çoxdur, müəlliflər çoxdur. Lakin onların yazdığı bütün əsərlərin bu əksəriyyəti yəni çox vaxt tarixi obyektliyi əks etdirmir. Əks etdirmir, ümumiyyətlə salnama xarakteri daşıyır. Və buna görə də yəni Bakıxanov və Gülüstan İran məsələrindən məhz Azərbaycan tarixinin elmi əsaslarla yazılmasının əsasını qoydu. Orada Cənubi Qafqaz və müəllimin qeyd etdiyi kimi və Dağıstan tarixi əks olunur. Yəni qədim dövrdən və yəni sinif söhbət qədim dövrdə, yəni ibtidai icma cəmiyyət nəzərdə tutmuram. Yəni quldarlıq cəmiyyətindən Zubiyana, Gülüstan sürgünə qədər, yəni 1813-cü ilə qədər olan dövrə əhatə edir. Bilirsiniz, biz Azərbaycan tarixçilərinin üzərinə, yəni təbii ki, bugün dünyada yəni mürəkkəb geosiyasi proseslər gedir. Bu da Azərbaycan tarixçilərinin üzərinə qoyulan məsuliyyəti dəfələrlə artırır. Çünki qeyd etdiyimiz kimi Rusiya, yəni Rus millətçiləri bir tərəfdən, yəni Fars İran rejimi, İran hakimiyyəti Azərbaycan tarixinin, yəni xüsusilə Azərbaycan yeni dövr, orta əsrlər tarixində
daha çox iddia edir. Yəni tarix faktları saxtalaşdırmağa cəhd göstərirlər. Xüsusilə yəni bu ölkələrin tarixçiləri və onlar Azərbaycanın orta əsrlərdə Azərbaycanda o bəzi imperiyaların, bəzi dövlətlərin ya Fars mənşəli olduğunu, ya ümumiyyətlə Azərbaycanın zəngin dövlətçiliyi ümumiyyətlə götürəndə zəngin bir dövlətçi tarixin olmadığını əsaslandırırlar. Və bu nöqteyi nəzərdə məsələyə yanaşanda bir də qeyd edirəm ki, Azərbaycan tarixçiləri bunlara yəni bu istiqamətdə gərgin bir mübarizə aparmalıdır. Yəni ortaya fundamental elmi tədqiqat əsərləri qoymalıdır. Yəni bizim işimiz bu hal-hazırda bu iş istiqamətdə deyil. Yəni çünki biz birbaşa tədrislə məşğuluq. Daha da tədris prosesindən və yaxud da ona görə də yəni tarixçilər beynəlxalq o tarix simpoziumlarında bax bu qonşularımızın, qonşu tarixçilərin, yəni Rus, İran və digər yəni ümumiyyətlə Azərbaycanı istəməyən dövlətlərlə bu elmi konferanslarında onlara qarşı, onların o arqumentlərinə qarşı daha güclü, daha fundamental arqumentlər qoymalıdır ki, yəni siz dediyiniz kimi deyil, sizin iddia etdiyiniz o Azərbaycanın o bəzi müəyyən dövlətləri, Azərbaycanın yəni əsl Azərbaycan dövlətləridir, türk dövlətləridir və Azərbaycanı heç də siz dediyiniz kimi tarixi heç də müstəmləkə tarixi ilə məhdudlaşmır. Azərbaycanın kifayət qədər zəngin və qədim dövlətçi tarixi var və biz xalq olaraq da qədim dövlətçi ənənələrə maliki. Yəni bu artıq onların daha çox, onların fəaliyyət istiqamətidir, onların qarşısında duran vəzifədir. Bizim qarşımızda duran vəzifə isə tarixi qeyd etdiyim kimi obyektiv, rasional şəkildə, doğru, düzgün formada şagirdlərə təqdim etmək, öyrətmək. Müasir tarix təhsilinin qarşısında duran 3 əsas funksiya var ki, biz tarix müəllimləri bu 3 funksiyanı nə dərəcədə yerinə yetiririk? Bax, əsas məsələ, problem budur. Yəni problemə bu nöqteyi nəzərdən yanaşmaq lazım ki, yəni müasir tarix təhsili nə əsas funksiyaları təhsil verici, tərbiyəci, inkişaf etdirici. Yəni biz yalnız bunun öğrenci nöqteyi nəzərindən kifayətlənməli deyilik. Tarix eyni zamanda tərbiyə etməlidir. Tarix eyni zamanda şagirdi inkişaf etdirməlidir. Yəni dərsdən dərsə, hər tarix dərsindən növbəti tarix dərsində o şagirddə bir inkişaf, yəni müəyyən bir söhbət inkişaf deyəndə, yəni intellektual inkişafdan söhbət gedir, təfəkkür inkişafından. Hər dərsdən dərsə tarix şagird eyni vəziyyətdə, eyni nöqtədə qalmamalıdır. Onun təfəkkürü inkişaf etməlidir, onun intellekti inkişaf etməlidir. Yəni tarix bəndi müasir tarix təhsili tarix müəllimlərinin qarşısına bir tarixin öyrətmə, bir elm olaraq bir öyrədici funksiyasına yanaşır. Onu bir şagirdi bir tərbiyələndirmək və bir də inkişaf etdirmək vəzifəsində qoyur. Təəssüflər olsun ki, biz öyrədiciyə daha çox əhəmiyyət veririk, lakin o tarix təhsilinin digər aspektlərinə çox əhəmiyyət vermirik. Və bunun nəticəsində də yəni tarix fənni sırf belə deyək də elmi nəzəri faktlarla məhdudlaşan bir elmə çevrilib. Lakin yenə qeyd edirəm, biz belə olmalı deyil. Bu ənənəvi tarixdir. Müasir tarix tələb edir ki, bir şagirdi eyni zamanda bu tarix tədrisində, tarix dərslərində eyni zamanda şagird tərbiyələndirməli. Yəni mən tərbiyələndirmək deyəndə bu mənəvi tərbiyədən söhbət getmir. Yəni söhbət odur ki, tarix fənnini tədris edəndə onu real həyatla inteqrasiya etməliyik, əlaqələndirməliyik. Qonşu fənn, digər, yəni tarixlə əhaliyə bağlı olan fənnlərlə əlaqələndirmək, şagird yəni tərbiyə etmək bu istiqamət, yəni bu aspektdə şagird inkişaf edir, tərbiyə edir. Və eyni zamanda inkişaf etdirməliyik. Yəni inkişaf ettirici və o xüsusiyyətinin də mahiyyəti odur ki, yəni şagirdin idraki, təfəkkürü inkişaf etməlidir və şagirddə xüsusilə bacarıqlar formalaşmalıdır. Yəni müasir tarixin tədrisi tək elmdən yox, elm üzərindən bacarıqlar verilməsini tələb edir. Amma bizim də bu müasir ümumi təhsil məktəblərində tarix müəllimlərinin yəni əsas problemi odur ki, biz bilik üzərindən bacarıq verə bilmirik. Yəni biliyi bacarığa çevirmək demək istəyirəm, ancaq bu əslində səhv fikirdir. Bilik üzərindən bacarıq verə bilmirik. Yəni bacarıq yönümlüyə daha çox əhəmiyyət vermir, sırf bilik yönümlüyə əhəmiyyət verir. Bu da Sovet tarixşünasından qalma bir ənənədir. Yəni ümid edirəm ki, biz nə vaxtsa, yəni yaxın gələcəkdə buradan çıxaq. Yəni bu prizmadan çıxaq, bu aspektdən çıxaq ki, yəni biz sırf biri ilə kifayətlənməyək. Biri üzərindən şagirdə bacarıq verək ki, şagird bilik və bacarıq əldə edib, yəni müasir dövrün standartlarına, müasir cəmiyyətin tələblərinə cavab versin. Yəni bir intellektual, bir təfəkkür inkişaf etmiş şəxsiyyət kimi formalaşsın. Çünki kurikulumun özünün də əsas tələblərindən biri tək orada şəxsiyyət önlülük var.
Məsələn, ənənəvi təhsildə şəxsiyyət yönümlülüyü yox idi. Burada şəxsiyyət yönümlülüyü var. Şəxsiyyət kimi formalaşdırmaq istəyirsə, tarix müəllimləri olaraq şagirdlərimizi, təbii ki, biz onlarda bacarıqlar da verməliyik. Biz onlarda təfəkkürün hər üç formasını, məntiqini, tənqidi, yaradıcı təfəkkürü inkişaf etdirməliyik. Ona görə bugün demək istəyirəm ki, ümumiləşdirilmiş şəkildə tarix müəllimlərinin qarşısına çox belə mühüm yəni vəzifələr qoyulub Azərbaycan Təhsil Nazirliyi tərəfindən, bizim hökumətimiz tərəfindən ki, yəni sırf Sovet dövründə olduğu kimi bilik ötürməklə kifayətlənməmək, əzbərçi bilikləri, yəni mövzu üzərindən bilikləri şagirdlərə ötürək, onlar növbət dərsdə biz onu qaytarsın, bu dərs deyil artıq. Yəni bugünkü bizim demək istəyirəm ki, yəni hardan gətirdim məsələnin mahiyyətini. Yəni bizim necə ki tarixçilərin ötəsində bu dünyada baş verən o geosiyasi proseslər fonunda onların da üzərinə böyük məsuliyyət düşdüyü kimi həmin məsuliyyət də odur ki, yəni Azərbaycanın tarixi həqiqətlərini dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, dünya elm xadimlərinə, ümumiyyətlə beyin mərkəzlərinə olduğu kimi təqdim etmək. Bu onların üzərinə düşən əsas funksiyalardan biridir. Biz də tarix müəllimi olaraq bizim üzərimizdə əsas funksiyalar biridir ki, biz məktəbdə şəxsiyyət yetişdirək. Ki, həmin o şəxsiyyətlər gələcəkdə cəmiyyətə yararlı olsun və bizim cəmiyyətimizi, dövlətimizi irəliyə doğru daha da inkişaf etdirsin. Və Azərbaycan əgər bugün Cənubi Qafqazın lider dövlətisə və gələcək nəsillərin hesabına bir regionun lider dövlətinə çevrilsin. Bu artıq bizim tarix müəllimi olaraq bizim bir strateji bir planımızdır, strateji bir məqsədimizdir ki, əsas budur ki, biz bu istiqamətdə fəaliyyət göstərək. Belə bir ifadə var, tarixi dərs, tarixin dərsi. Yəni o dediklərimiz hamısı o tarixdən çıxarılan təkcə bilik yox, həm də o tərbiyəvi, məntiqi nəticələr, emosional nəticələr, o tarixi bilməyin gələcəyi planlaşdırmaqdakı rolu, bunlar hamısı o dediyimiz dərsin içindədir. Və bugün tərifləmək mənasında yox, sadəcə obyektiv olaraq siz necə qiymətləndirirsiniz tarix dərsliyinin içində olan insanlar kimi. Bizim dərsliyimiz müasir tələblər baxımından tənqidə cavab verirmi? Yəni bayaq dediyim o Rusiya, İran, Ermənistan, indi artıq Avropada var. Bütün bunların o təzyiqinin fonunda bizim tarix dərsliklərimiz sırf dərslik kimi, sırf təhsil kimi, həmin o belə deyək, çağırışlar baxımından tənqidə cavab verirmi? Qədim Roma tarixçisi Tit Livy tarix haqqında gözəl bir belə fikir ifadə edib, deyir ki, tarix xəstə ağlı üçün ən yaxşı dərmandır. Və belə də elə dərmandır ki, burada hər kəsin özü üçün öz payını ala bilər bu inkişafında, bu tarixin payını. İndi müasir dövrümüzdə mən bayaqki faktdan bir kəlmə bayaq siz dediniz, ona deməli açıqlığı gətirim, sonra sualın cavabını keçmək istəyirəm. Üzrlü sayın. Yəni biz 19-cu əsrdəki Azərbaycan tarixşünaslığı yarandı. Azərbaycan əvvəlcə Çar Rusiyasının müstəmləkəsi altındaydı. Daha sonra Sovet imperiyasının tərkibinə qatıldı. Və həmin dövrdə Azərbaycan tarixi ilə bağlı həqiqətlərin üzə çıxarılmasına bilavasitə həm Rusiya imperiyasının rəhbərliyi, həm Sovet rəhbərliyi şərait yaratmadı. Xalqların milli köklərindən ayrılması, tarixlərinin unutulması üçün əlindən gələni etdilər. Yalnız 91-ci ildə müstəqilliyimizin bərpasından sonra artıq Azərbaycan alimləri tariximizi daha yaxşı dərindən tədqiq ili öyrənmək üçün mühüm addımlar atırlar. Və bütün bunlar hamısı tarix elmimizin öyrənilməsində mühüm rol oynar. Qaldı ki, tarix dərsliklərini mən belə hər il çıxan dərslikləri cümlə və cümlə deməyim, çünki cümlə və cümlə oxumasam da, çünki çoxun adətə vərdişə çevirmişik, hansı vərəqdə nə var. Sadəcə bütün dərslikləri izləyirəm. Faktların tədqiqatı, yeni biliklərin ortaya çıxması barəsində çox mühüm yeniliklər əldə olunur. Mən alqışlayıram tədqiqatçılarımızın bu istiqamətdə yeni bilikləri əldə etməsi. Müəyyən mənada dəyişilmə ola bilərsə, müəyyən mövzuda, hadisə rəqəmində, xronoloji rəqəmdə müəyyən dəyişiklik ola bilərsə, təbii ki, o yeni faktların, yeni tarixi bilgilərin meydana çıxmasıdır ki, müəllif orada
yenilikləri nəzərə alıb dəyişmələri yol verir. Ümumiyyətlə mən tarix elmi mən keçirilən yazılan mövzular qane edir, amma müəyyən mövzularda bir qədər elə bil ki, uşaqların dərk etməsi baxımından bir qədər uzun yazılır. Mövzuların həcmi, bilik, məzmun hissəsi bir qədər uzun yazılır. Və bu şagirdlərin, deməli şagirdlər hələ tarixdə olan hadisələri və yaxud məzmun hissəsini bilmirlər. Müəllimlər üçün, bu fənni bilən insanlar üçün, bu fənni dərinən 3 səhifə yox, 10 səhifə də məsəl üçün oxusa, o üçün çətin gəlməyəcək. Amma daha az yaşlı uşaqlar üçün mövzuları ki, bir qədər uzun yazanda, məsəl üçün, bu artıq onlarda biraz yoruculuq, bir balaca tarixdən belə ki, necə deyirlər, küskünlük yarada bilər. Uşaqlar bu fəndə olan həvəs və maraqlarını bir qədər artır. 8-ci sinifin ümumi tarix dərsliyində var bu mövzular. Bir qədər uzun yazılıb. 6-cı sinif Azərbaycan tarixi dərsli, xüsusən İngiltərə, Fransa, orada Qafqazla bağlı mövzular var, biraz uzun yazılıb 8-ci. 6-cı sinif dərsliyində təzə mövzusu salınıb, bu yaxınlarda oxumuşuq. İlkin mənbələr və deməli, ikinci dərəcəli mənbələr var burada. Əvvəlki dərsliklərdə deməli, tarixi mənbələr 4 yerə bölünür. Yazılı, şifahi, görüntülü, maddeli mənbələr şəklində şagirdlərə tədris edirdik. Yaxşı da yazın. Bu mənbələr gələn qədər bir balaca elə bir ki, uşaqlar onları sütunlu, çox hadisəli cədvəlləri biraz öyrənməkdə biraz çətinlik çəkirlər. Qaldı ki, ümumi baxımdan tariximizin inkişafında olan mühüm yenilikləri, tarix dərsliklərinin yazılmasına və yaxud tarix dərsliklərinin nəşrini mən alqışlayıram. Öz dövlətimizin inkişafıdır, mühüm yeniliklər baş verir. Demək olar ki, tədqiqatçılarımız yeni elmləri ortaya çıxartır. Deməli, kurum mütəxəssislərimiz onu məzmun hissəsinin proqramına çevirirlər. Biz müəllimlər də nə etməliyik? Onları şagirdlərə praktik cəhətdən öyrədirik. Eyni zamanda şagirdlərə necə deyirlər, müasir dövrdə olan yenilikləri izah edirik. Nə qədər imkansa vətənpərvərlik ruhu tərbiyəsində, tarixilik nöqteyi nəzərindən nə qədər gücümüz çatırsa çalışırıq ki, şagirdlərimizə bu fənni aşılayaq, eyni zamanda sevdirək. Tarixi inkişaf etdirək. Yəni, sırf xronoloji baxımından yox və yaxud sırf nəyisə baxımından yox, tarixdə bir sevgi oyataq. Şagird öz tariximizi sevsin. Azərbaycan hər bir gənci məktəbdə təhsil alıb öz vətəninin tarixini bilsin, sevsin. Müasir dövrdə onu qeyd edeyim ki, məsəl üçün 2-ci Qarabağ müharibəsindən sonra Azərbaycan tarixində ümumiyyətlə Qafqaz tarixində çox mühüm yeniliklər olub. Məsəl üçün, 2-ci Qarabağ müharibəsində əldə etdiyimiz şanlı zəfərimiz Azərbaycanı nəinki Qafqazda, elə bütün dünyada ən öndə gedən dövlətlərdən söz sahibinin birinə çevrildi. Təbii ki, bütün bu reallıqları yaradan cənab prezidentimiz, Müzəffər Ali Başkomandan, hörmətli İlham Əliyev cənablarının xidmətidir ki, yeni tarixi reallıqlar yaradır. Bugün bütün dünya dövlətləri Azərbaycanın yazdığı tarixlə barışmalı olur və tarixi həqiqətlərlə razılaşırlar. Münasibətimi bildirim. Mən birmənalı şəkildə qeyd edirəm ki, müasir tarix dərslikləri ümumi təhsilin dövlət standartlarına cavab vermir. Yəni müqayisə aparaq, yəni Sovet dövrünün tarix dərsliklərlə bu müasir tarix dərsliklərini demək olar ki, elə onu təkrarlayır. Sadəcə ancaq tarixi faktlar, mövzular, yəni bütün tarixi mövzular ancaq lazımlı tarix faktlar olsun. Yəni bu şagird bu faktı öyrənməlidir. Bir də var ki, 2-ci dərəcəli, 3-cü dərəcəli tarixi faktlarla doludur mövzular. Yəni bir növ tarix dərslikləri şagirdlərə tarixi sevdirmək əvəzinə şagirdlərdə tarixə nifrət oyatmaq istiqamətində daha mühüm rol oynayır. Yəni bax bu bizi deyirlər, bu acı bir həqiqət, bu obyektiv gerçəklikdir. Çox yorucudur. Əlbəttə çox yorucudur. Tarix, mən əvvəl qeyd etdiyim kimi, tarixin əsas vəzifəsi gənc nəsli həyata hazırlamaqdır və nümunəvi vətəndaş formalaşdırmaqdır. Bu istiqamətdə tarix dərsliklərinin heç bir rolu yoxdur.
Sırf əzbərçi faktoloji biliklərlə mövzular doludur. Mövzu şagirdi inkişaf etdirmir, onun yəni nə təfəkkürünü inkişaf etdirmir, nə onun intellektini inkişaf etdirmir, nə onun idraki bacarıqla formalaşdırmır. Yəni bu istiqamətlərdə mövzuların heç bir əhəmiyyəti yoxdur. Bu düşür əsas güc, yəni tarix dərslərində dərslikdən çox müəllimi üzərinə daha çox, yəni necə deyirlər, daha çətin, daha çox güc düşür ki, yəni bu dərsliklər bir dəqiqə ilə ümumi təhsilin dövlət standartlarına cavab verilir. Elmi nəzəri baxımdan bəli, kifayət qədər faktlarla doludur, yəni mövzular, bütün dərsliklər üzrə mövzular tarix faktlarla zəngindir. Qeyd etdiyim, hətta əsas da, yəni mühüm tarix hadisələrlə bağlı faktlarla yanaşı lazımsız, yəni akademik səviyyədə olan tarixi faktlar da veriblər ora ki, yəni şagirdi əlavə yükləmək üçün. Ancaq metodik baxımdan yox, metodik baxımdan dərslər işlənməyib. Yəni dərsliklər yorucudur, şagirdlərdə tarixi sevdirmək əvəzinə, tarix fənninə maraq əvəzinə yorur şagirdləri. Şagirdlər əksinə tarixdən uzaqlaşır. Ancaq əslində tarix elə olmalıdır ki, bir əyləncə bir elmə çevirməlidir. Şagird tarixi öyrənəndə yorulmamalıdır, onu həvəslə öyrənməlidir. Buna görə də dərsliklərin, yəni elmi nəzəri faktlarla həddindən artıq yüklənməsi, həddindən artıq və yaxud da zəngin olması nəticəsində müəllim fənnə maraq oyada bilmir. Yəni bu da müəllimin qarşısında duran, bugünkü tarix müəllimi qarşısında duran əsas problemlərdən birinə çevrilir ki, yəni dərsliklər yenidən işlənməlidir. Azərbaycan şagirdinə Avropa tarixindəki o kifayət qədər o faktlar lazım deyil. Yəni o qədər yükləyirlər ki, mənim nəyimə lazımdır şagird olaraq? Mən nə lazımdır Avropada 17-18-ci əsrlərdə? Ən mühüm hadisələri bir, xronologiyası, mahiyyəti bir və bir əlavə faktları neyinirəm mən verim, hansısa kral neçənci ildə nə iş görüb, ya hansısa nə bilim xırda kimi, bəlkə də bir 10-cu dərəcəli hadisə. Yəni bu nəyə lazımdır? Həm də bizim bugün Azərbaycan tarix təhsilinin qarşısında duran əsas problemlərdən biri də budur ki, tarixin ümumi konsepsiyası hazırlanmıyor. Yəni tarix elminin konsepsiyası yoxdur. Heç fən olaraq qoyum kənara, heç elm olaraq bunun bir konsepsiyası yoxdur. Ki biz bunu hardan başlayıq, necə öyrənək? Yəni biz sistemli şəkildə bu elmi öyrənmək lazımdır. Sistemli şəkildə öyrənmək və sonra da sistemli şəkildə şagirdlərə öyrətmək lazımdır. Belə olsa biz artıq nəyəsə nail ola bilərik. Belə olsa artıq biz tarix təhsili hesabında biz gənc nəsli həyata hazırlaya bilərik. Bir nümunəvi vətəndaş formalaşdıra bilərik. Səhər o gələcəyin tarix müəllimləri yalnız o elmi nəzəri biliklərlə silahlanmış bir müəllimlər yox. Eyni zamanda onların təfəkkürü inkişaf etmiş, intellektin inkişaf etmiş, idraki bacarıqlara yiyələnmiş müəllimlər olar. Təəssüf ki, mən belə müəllimləri bir necə deyirlər, pisləmək nöqtə nəzərən demirəm. Müəllimlərin əksəriyyəti də elə belədir. Yəni şagird kimidir. Sırf mövzunu əzbərləmək, məsələyə münasibət bildirmək yoxdur, tarix faktlar təhlili yoxdur. Yəni faktı götür olduğu kimi öyrənir, olduğu kimi təqdim edir. Məsələnin problemi dəyərləndirmək yoxdur. Belə deyil axı, məsələn, mən indi üzrə Avropa ölkələrində olmamışam, heç bir orada da hansı bir Avropa ölkəsində dərsdə dinləməmişəm. Mən bilirəm ki, orada belə öyrənilmir. Yəni məndə olan məlumatlara görə, bildiklərimə görə orada belə öyrənmir. Şagird məsələyə münasibət bildirməlidir. Şagird tarix, hansı heç bir mən elə görməmişəm ki, uzun illərdir tarix mənim işləyirəm. Hansısa şagird götürüb hansısa bir faktı təhlil eləsin. İndi bu mənim də üzərimə düşür ki, sən niyə onu da təhlil etməyə bacarığın verməmisən ona? Düzdür, orada tək şagird günahlandırma olmaz. Ancaq şagird heç buna cəhd də göstərmir. Ona görə də mən arzu edirəm ki, gələcəkdə Azərbaycan tarixi ümumiyyətlə bütövlükdə tarix təhsilləri yeni metodik baxımdan yenidən işlənəcək. O elmi nəzəri faktları yəni o xüsusi əhəmiyyət kəsb eləməyən elmi nəzəri faktlar çıxarılacaq və mövzular bir yüngülləşdiriləcək. Şagirdlərə tarixi öyrənmək bir yorucu bir əziyyətli bir iş kimi görünməyəcək. Şagirdlərdə nəticədə tarixə bir maraq yaranacaq. Və buna görə də tarix fənli dərslikləri sözün həqiqi mənasında o dərslikdə yazıldığı kimi yox, metodik cəhətdən işlənib. Yəni həqiqətən metalistlər tərəfindən, ölkənin tanınmış kurikulum metalistləri tərəfindən, yəni kurikulum bilicilər tərəfindən həqiqətən dərsliklər işlənməlidir. Ki, dərslik həm bilik hissəsi olsun, həm tərbiyə etmə hissəsi olsun mövzuların, həm də onun inkişaf etdirici bir məqamları olsun ki, bunlara kompleks yanaşırsaq, bəli, tarix dərslikləri bir fundamental bir dərsliklərə çevirilər və bu da bizim gələcək nəsillərimizin inkişafında mühüm xidməti olur və şagirdlərdə də o fəndə bir maraq yaranır. Bugün bir daha qeyd edirəm ki, yox, tarix dərslikləri Sovet dövrünün tarix dərsliklərindən heç bir fərqlənmir. Yəni
Fakt. Ancaq fakt. Yəni tarixi faktlar həddindən artıq yüklənir. Bir mən tarix müəllimi olaraq özüm beynim yorulur mövzuya baxanda ki, mən necə deyirəm, bu universitet tələbə deyil bu. Bu şagirddir. Yox, yəni tarix dərsləri dövrün tələblərinə, xüsusilə ümumi təhsilin dövlət standartlarına cavab vermir. Sağ olun, maraqlı fikirlərə görə. Mənim anlamımda, ola bilər səhv eləyirəm, yəni siz məndən yaxşı bilirsiniz bu mövzunu. Mənim anlamımda, yəni belə deyək ki, ümumi formada desəm, tarix baş vermiş hadisələrlə bağlı hekayələrdir. Yəni onu niyə baş verib, necə baş verib və bundan nə nəticə çıxartmaq olar, nə dərs çıxartmaq olar. Nəticə çıxartma hissəsinə qədər öyrəndik. Nəticədə dayanırıq. İndiki dərsliklərdən düzün deyim ki, xəbərim yoxdur. Sovet zamanında mən oxumuşam. Xəbərim var belə də səthi olaraq. Amma bizim bir müəllimimiz vardı. O tarixi bizə hekayə formasına salıb danışırdı və görürdün ki, o düzdür, rəqəmlər, tarixlər yerindədir, faktlar yerindədir. Sadəcə onun içinə bir emosiya qatırdı, onun içinə bir hekayə qatırdı və o quru sözlər yığınından və rəqəmlərdən ibarət olan tarix çevrilirdi orada maraqlı bir hekayəyə. Mən belə fikirləşirəm ki, bizim tarix dərslərimiz biraz emosional, biraz o hekayə, dastan, nağıl, bu janrların elementlərindən istifadə edir. Sırf quru elmi dildə yox. Belə işlənsə, orta məktəb, belə deyək, intellekti səviyyəsində olan uşaqlar onu daha tez həzm edə bilərlər, daha maraqlı gəlir onlar üçün və doğrudan da sevərlər tarixi. Məsələn, odur ki, bu da hal-hazırda şagirdlər hansı şagirdin yaddaşı daha yüksək, güclüdürsə, o öyrənir tarixi. Yəni çox qəribə bir vəziyyət yaranır. Şagirdin təfəkkürünü çöp eləyib. Şagird tarix öyrənmir, yaddaşı zəifdir. Kimin yaddaşı güclüdür, o tarixi öyrənir. Bəli, yəni bu elm olaraq sırf yəni elm yox, elmi qoyum fən olaraq sırf tarixi faktları əzbərləməyə yönəlib. Yəni artıq belə elm olmur axı. Onu gördüyümü deyirəm ki, bu Azərbaycan tarix təhsilinin qarşısında duran ən mühüm problemlərdən biridir ki, və ümid edək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi bu məsələlərlə məşğul olar. Yəni yaxın gələcəkdə bu problem aradan qalxar ki, tarix şagirdlər tarixi faktlarla həddindən artıq yüklənməməlidir. Sizin qeyd etdiyiniz kimi, tarixi öyrənməkdə şagird zövq almalıdır. Ümid edək ki, bu problemlər aradan qalxar. Yəqin ki, inşallah ki, bu yəni görünən bir problemdir və bunu yəqin ki, Təhsil Nazirliyində də kitab yazan o müəlliflər də görürlər. Yəqin ki, bir çıxış yolu tapılar, tarix dərsliklərimiz daha cəlbedici, daha maraqlı və daha məzmunlu olar. Çünki Azərbaycanın tarix dərslikləri son nəticədə sadəcə bizim üçün yazılan, bizim üçün maraqlı olan dərsliklər deyil. Bu həm gələcəyimiz üçün vacib olan dərsliklərdir. Çünki verişimiz əvvəldə qeyd edildiyim kimi bu mövzuların üstündə qurulur gələcəyimiz və bu tarixi sevən, sevə-sevə, əzbərləyən yox, sevə-sevə öyrənən şagirdlər gələcəyin o tarixi sevən vətəndaşlar olacaqlar. Amma əzbərləsələr o tarixi unudacaqlar. Bu məlum bir faktdır. Bunu yəni pedaqoqlar məndən çox gözəl bilirlər. Əzbərləməklə sevgi formalaşmır. Və həm də Azərbaycan tarixi təkcə Azərbaycanda yaşayan Azərbaycanlılar üçün maraqlı olmalı deyil. Bu həm də Cənubi Azərbaycanda yaşayan Azərbaycanlılar üçün maraqlı olmalıdır. Bu həm də Türkiyə ərazisində yaşayan Azərbaycanlılar üçün maraqlı olmalıdır. Rusiya ərazisində, Gürcüstan ərazisində, gələcəkdə Qərbi Azərbaycanda yaşayacaq Azərbaycanlılar üçün maraqlı olmalıdır. Yəni biz Azərbaycanı dünya Azərbaycanlılarının mənəvi tarixi vətəni kimi qəbul edirik, anlayırıq və bu tarix də əslində bütün dünya Azərbaycanlılarının tarixi olduğuna görə o səviyyədə maraqlı olmalıdır ki, bu Fars rejiminin diktəsi altında olan tarixin içində böyüyən Cənubi Azərbaycanlı uşaq da onu oxuyanda başa düşsün, sevsin, mənimsəsin. Rus şovistinin yazdığı Azərbaycanın tarixini təhrif edən, dərsliyi öyrənən uşaq da Azərbaycan tarixini sevsin, maraqlı olduğuna görə. O cümlədən Gürcüstanda, o cümlədən Qazaxstanda, o cümlədən Avropada, Amerikada yaşayan Azərbaycanlılar da. Bu baxımdan necə fikirləşirsiniz? Azərbaycanın tarixi bugün
dünya Azərbaycanlılarının bu həmrəyliyinə, ortaq tarixinə nə dərəcədə bu gün yaxındır və o tələblərə nə dərəcədə cavab verir? Mənə görə Azərbaycan tarixi bəli, siz qeyd etdiyiniz kimi Azərbaycan tarixi türk tarixinin bir tərkib hissəsidir. Ancaq bir də biraz ümumiləşdirirsə Azərbaycan tarixi dünya tarixinin tərkib hissəsidir. Və təbii ki, bu Azərbaycan tarixi ümumi türk tarixi ilə inteqrasiya olunmalıdır. O cümlədən dünya tarixinə. Bugün yəni mən müşahidə eləmirəm ki, Azərbaycan tarixşünaslığı yəni elə bir türk tarixşünaslığından elə bir əhəmiyyətli dərəcədə inteqrasiyasını yəni mən müşahidə etməmişəm. Yəni hal-hazırda yəni şəxsi mövqeyimdir. Mən yəni bunu görmürəm ki, yəni düzdür var, ayrı-ayrı inteqrasiya ayrı nümunələr görürəm. Ancaq belə yəni dərindən inteqrasiya, geniş şəkildə inteqrasiya olunduğunu yəni hal-hazırda mən müşahidə etmirəm. Ancaq təbiidir ki, Azərbaycan tarixi əgər ümumi türk tarixinin bir tərkib hissəsidirsə və Azərbaycan tarixi də türk xalqlarının tarixi fonundan öyrənilsə daha effektiv olar, daha məqsədə uyğun olar. Ümid edək ki, gələcəkdə də bu da elə Azərbaycan tarix elmini qarşısına duran yəni əsas həll olunmalı problemlərdən biridir. Ümid edək ki, bu problem də gələcəkdə yəni öz həllini tapar. Hal-hazırda Azərbaycan tarixi türk xalqlarının tarixi ilə yəni elə inteqrasiya olunmuş şəkildə öyrədilmir. Düzdür, Azərbaycan dərslikləri içərisində türk xalqlarının tarixi dərsliyi var. O da təəssüflər olsun ki, elə bugünə kimi bütün məktəblərdə tədris olunmur. Ümid edək ki, o da bütün məktəbləri əhatə edəcək. Orada var. Ancaq bir dərsliklə bu problemi həll etmək olmayacaq. Yəni bu istiqamətdə yorulmaz fəaliyyət göstərmək lazımdır. Çoxlu elmi məqalələr dərc etmək lazımdır. Fundamental əsərlər ortaya qoymaq lazımdır. Elmi konferanslar təşkil etmək lazımdır. Yəni hal-hazırda mən yenə deyirəm, qeyd etdiyim kimi nümunələr var ki, Azərbaycan inteqrasiya istiqamətində müəyyən işlər gedir. Ancaq o dərindən inteqrasiya, hatəli inteqrasiya mən şəxsən onu müşahidə etmirəm. Deməli, sizin qeyd etdiyiniz fikri mən gətirib milli liderimiz Heydər Əliyevin Azərbaycançılıq ideologiyasına bağlamaq istəyirəm. Bəli, bütün dünyada Azərbaycanlılar yaşayır və ulu öndər Heydər Əliyev, mərhum ruhu şad olsun, bütün dünya Azərbaycanlılarını bir bayraq altında, bir dövlət altında birləşdirməyə müvəffəq oldu və 2001-ci ildə Dünya Azərbaycanlılarının birinci qurultayını Bakı şəhərində keçirdi. Orada dünya Azərbaycanlıları təmsil olunurlar. Onların da məşhur bir sözü var. Dünya Azərbaycanlılarına müraciət edərkən deyir ki, siz unutmayın ki, hansı ölkədən yaşamağınızdan asılı olmayaraq sizin Azərbaycan adlı vətəniniz var. Sizin də qeyd etdiyiniz kimi, bəli, tarix dərsliklərində öz əksini tapan məsələlər həm Azərbaycan, müstəqil Azərbaycan dövlətinin ərazisində yaşayan Azərbaycanlılar kimi, eyni zamanda Cənubi Azərbaycanda olan böyük sayda Azərbaycanlıları, eyni zamanda Türkiyə ərazisində, ümumiyyətlə ümumdünya Azərbaycanlılarının hər birinə deməli maraqlarına oxşamağa, yəni öz əksini tapmağa bacarmalıdır. Yəni onların da Azərbaycan həqiqətlərini oxuyarkən, yəni Azərbaycanda olan həqiqətləri öyrənməsində onlar da maraqlı olmalıdır. Azərbaycan öz dövlət müstəqilliyini 1918-ci ildə əldə etmişdi. 2 il keçmədi, 23 aydan sonra müstəqilliyimizi itirdik. Sovet müdaxiləsinin nəticəsində 91-ci ildə müstəqilliyimizi deməli yenidən bərpa etdik. Müstəqilliyimizin bərpasından 34 il keçdiyi dövrdə Azərbaycan hansı acıları, hansı başına gələn müsibətləri atlatmadı. İkinci Qarabağ müharibəsi baş verir. Milyonlarla insanımız qaçqın düşdü. Məcburi köçkünə çevrildi. Qərbi Azərbaycan ərazisini 300 mindən yaxın Azərbaycanlıları qovurdu. Böyük iqtisadi problemlər ortaya çıxdı. Sovet dövründən qalma zavodlar, fabriklər hamısı yenilərlə əvəz olmalı idi. Ümumiyyətlə iqtisadiyyatımıza çoxlu gəlir lazım idi ki, bu çətinlikləri aradan qaldırılsın. Mən inanıram ki, 34 illik bir müddətdə Azərbaycan tarixində mühüm irəliləyişlər gedib. Yəni bir neçə alimlərimiz də, yəni tədqiqatçılarımız da, yeni elmləri ortaya çıxan tarix tədqiqatçılarımız da zamanla daha samballı dərsliklər
hazırlanması üçün öz töhfələrini verə biləcəklər. Yəni qısa zaman ərzində bu görülmüş işlər məncə qənaətbəxşdir. Çünki dərsliklər ortaya çıxır, kurikulum təhsil proqramı 2008-ci ildən tətbiq olunub, yenilərlə əvəz olunur və yaxud ölkəmizdə sertifikasiya keçirilir, diaqnostik imtahanına aparılır, elm sahəsində mühüm necə deyirlər, yeniliklər ortaya çıxır. Yəni inanıram ki, zamanla bizim istədiyimiz səviyyədə, yəni şagirdlərin maraqlarına, şagirdlərin zövqünə oxşayan daha yaxşı dərsliklər gələcək nəşrlərdə öz əksini tapa biləcəkdir. Təhsildir, elmdir, bu çevik bir sahədir. Yəni mən indi əsasən təhsildə olan, xüsusilə tarix təhsilində olan, tarixin daha doğrusu tədrisi prosesində olan problemlərdən danışdım. Bunun da bu problemlərin də ortaya çıxmasının səbəblərindən biri, xüsusilə əsas səbəblərindən biri bu tarix təhsillərinin dövrün təhsil standartlarına cavab verməməsidir. Tarix dərslikləri bir daha qeyd edirəm, müasir təhsilin standartlarına cavab vermir. Bu tarix dərslikləri sırf bilik yönümlüdür. Sırf öyrədici mahiyyət daşıyır. Bunun inkişaf etdirici mahiyyəti yoxdur. Bu dərsliklərin tərbiyəci xüsusiyyəti yoxdur. Ona görə də dərsliklər sözün bir və formal olaraq metodik cəhətdən işlənir. Dərsliklər əvvəlində qeyd olunur ki, dərsliklər metodik cəhətdən işlənir. Bu formal olaraq metodik baxımdan işlənməsi dərsliklər real olaraq, əməli olaraq metodik baxımdan işlənsə, xüsusilə bu sahənin mütəxəssisləri tərəfindən, yəni ölkənin tanınmış təhsil ekspertləri demirəm, tanınmış metodistləri tərəfindən, tanınmış kurikulum biliciləri tərəfindən işlənsə, yəni real faktik olaraq, bəlkə də yox, elə mən tam əminliklə qeyd edirəm ki, bu tarix dərslikləri məzmununda əhəmiyyətli dəyişikliklər olacaq. Yəni dərslik artıq öz qarşısına qoyan o öyrənici funksiyasına yanaşı, o digər funksiyaları da, yəni tərbiyəci, inkişaf etdirici xüsusiyyətləri də öz əksini dərsliklərdə öz əksini tapacaq. Ümid edirəm ki, növbəti tarix dərsliklərində tarix müəllimlərini bu düşündürən və yaxud narahat edən bu ciddi problemlərin aradan qalxdığını biz müşahidə edəcəyik. Tarixlə bağlı bir məsələdə sizin münasibətinizi bilmək istəyərdim. Yəni bir 50 il bundan qabaq, 100 il bundan qabaq, hətta bir 20-30 il bundan qabağın tarixinin qarşısında duran məsələlər daha mənim anlamımda daha kiçik idi, nəinki indi. Çünki indi, məsələn, mən özümü qoyuram bir orta məktəbdə oxuyan bir şagirdin yerinə, mən tarix dərsini açıram və orada nələrsə oxuyuram və daha çox əzbərləmək məcburiyyətində qalıram. Burada məndə o fənnə qarşı və o tarixə qarşı bir sevgi formalaşmırsa, sabah mən sosial şəbəkələrdə, hansısa müxtəlif saytlarda, Rusiya maraqlarına xidmət edən hansısa bir blogerin çıxışında, tarixçinin çıxışında və yaxud da başqa bir dövlətin maraqlarından çıxış edən hansısa bir şəxsinin bir video şərhində və yaxud da bir podkastında Azərbaycanın tarixinə yönələn əks fikirləri görəndə bu məndə müqavimət yaratmır, bu məndə qıcıq yaratmır. Bunu mən sevmədiyimə görə bu fənni, bu sevgi bu tərbiyəvi tərəfini deyirəm. Sevgi yaratmadığına görə o dərslik, mən bunu çox rahat şəkildə həzm edə bilərəm. Çünki emosional bağ yoxdur. Yəni tarixlə mənim aramda emosional bağ formalaşmayıb deyən, burada bir fakt deyir, bu birisi də bir fakt deyir. Mən qalıram çaşıb, onun dediyi fakta da inana bilərəm. Üçüncü bir fakt da. Yəni tarix bu gün də yenə ideoloji mübarizə vasitəsi olaraq qalır, istəsək də, istəməsək də bu faktdır. Və bu ideoloji mübarizə mühitində Azərbaycan tarixinin dərslik kimi öhdəsinə düşən bir məsələ də həmin o şagirdlərə tarixi sevdirmək yolu ilə o tarixi təhriflərdən qorumaq, tarixi ideoloji təxribatlardan qorumaqdır. Bununla bağlı sizin fikirlərinizi bilmək istəyərdim. Necə bu varmı və necə eləmək olar ki, daha effektiv olsun? Yəni o yad təsirlərdən qorunsun gənclərimizin, yeniliklərimizin dünya görüşü. Deməli, dezinformasiyalar, yalan xəbər, ümumiyyətlə informasiya dünyasında hansısa dövlətlərin həqiqətləri gizlətərək öz maraqları naminə deməli məqalələr və yaxud müəyyən verilişlər paylaşması sizin qeyd etdiyiniz kimi
şagirdlərimizin dünya görüşlərindən müəyyən bir həqiqətdən uzaqlaşma, yalana alüdə olma kimi faktlara, hallara gətirib çıxara bilər. Biz müəllimlərin qarşısında bu cür halların alması üçün təbii ki, biz orta məktəb səviyyəsində buna nə qədər nail ola bilərik? Yəni biz məktəbdə dərs keçiriksə, dərslikləri şagirdlər yalnız Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin müvafiq əmri ilə hazırlanmış dərsliklər əsasında tədris edirik fənni. Qaldı ki, deməli, müxtəlif sosial şəbəkələr üzərindən əldə etdiyi məlumatları əgər gəlib bizə müəllimlərini bölüşərlərsə, təbii ki, biz doğru düzgün istiqamətə yönəldib həqiqətləri onlara başa salmaq bizim bir nömrəli vacib borcumuzdur, məsələmizdir. Onlarda tənqidi təfəkkür formalaşdırmağı bacarmalıyıq, yaxşını pisdən ayırmağı, müqayisə etməyi bacarmalıyıq və yaxud mənbələrlə işləmə bacarığını formalaşdırmalıyıq ki, o aldığı məlumatı hansı mənbədən alıb, bu mənbədəki məlumat nə qədər həqiqətə əks etdirir. Yəni, bu mənbəni biz, bu mənbəyə inanıb gəlib həqiqətdən satmaq nə dərəcədə doğrudur. Ona görə də şagirdlərə bu istiqamətdə biz həm maarifləndirici tədbirlər aparmalıyıq ki, digər mənbələrdən aldığın hər bir məlumata inanmamağa çağırmalıyıq. Müasir cəmiyyət informasiya cəmiyyətidir. Yəni bildiyimiz kimi artıq biz o sənaye inqilablarından sonra artıq sənaye cəmiyyəti formalaşdı və artıq hazırda 21-ci əsr, o 20-ci əsr cəmiyyətidir. Və 21-ci əsr cəmiyyəti informasiya cəmiyyətidir və informasiya cəmiyyəti olduğuna görə təbii ki, burada informasiya savaşı, informasiya mübarizəsi o hərbi münaqişədən daha mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə də, yəni o reallığı əks etdirməyən informasiyaların şagirdlər arasında yayılmasının qarşısını almasında bu tək tarix müəllimləri yox, bütün ümumi təhsil məktəblərində fəaliyyət göstərən müəllimlər üzərində mühüm vəzifə düşür. Və burada da ilk növbədə onu qeyd edirəm ki, burada gəlir səriştə söhbət məsələsi var. Yəni biz əslində biz birinci sinifdən, yəni ümumi təhsilin sonuna qədər, 11-ci sinifə qədər bir şagirdləri səriştələrə formalaşdırmalıyıq. Onun içində biliyi də var, bacarığı da var, nə bilim, fəaliyyət də var, dəyər də var və s. Yəni elementlər öz əksini tapıb. Bu səriştələrdən biri də informasiyanın savadlığı səriştəsidir. Yəni onu sizin sahədə daha çox, yəni siz qarşılaşırsınız. İnformasiya savadlığı səriştəsi deyir ki, yəni məlumatın kökünə bax. Məlumatın mənbəyinə bax. Yəni istənilən qəbul etdiyin informasiyanı yayma. Çünki o informasiya qeyd etdiyim kimi öz reallığı, gerçəkliyi, obyektliyi özündə əks etdirməyəcək. Və şagirdlər arasında da belə məlumatlar yayılır. O cümlədən tarixi hadisələrlə, tarixi məlumatlarla bağlı. Ümumiyyətlə elə belə bizim cəmiyyətdə də belə yəni reallığı əks etdirmə məlumatlar çox olur. Ona görə də tarix müəllimi qarşısında duran, indi biz tarixdən danışdığımıza görə mən məsələni tarix müəllimi üzərində yönəldirəm. Tarix müəllimlərinin qarşısına əsas vəzifə odur ki, yəni şagirdlərdə digər səriştələrlə yanaşı informasiya savadlı səriştəsini də, o səriştəni də şagirdlərdə aşılasınlar ki, şagirdlər bu reallığı əks etdirməyən, obyektivliyi və yaxud əks etdirməyən məlumatları qəbul eləməsinlər, bu məlumatlarda imtina etsinlər və yaxud da bu məlumatları yaymasınlar. Yəni informasiyanın kökünə baxsınlar. Tarix baxımından götürəndə mənbəyə baxsınlar. Nə olsun hər hansı bir əsərdə, hər hansı bir müəllim tərəfindən və yaxud hər hansı bir məqalədə, hansısa bir tarixi vaxt başqa formada, yəni təhrif olmuş formada təqdim oluna bilər. Bu o deməkdir ki, mən onu götürüb şagird onu yaymalıdır. Ona görə də təbii ki, bu istiqamətdə müəllimin üzərinə böyük mühüm vəzifə düşür və təbii ki, informasiya mübarizəsində, yəni informasiya savadlılığı səriştəsini bir şagirdlərə müəllimlər olaraq yiyələndirə bilsək, onlar təbii ki, bu aktiv olaraq, yəni bu mübarizədə, yəni informasiya müharibəsi deyək, indi bu diplomatik müharibədə əslində, informasiya müharibəsində bizim şagirdlərimiz təbii ki, yəni fəal, aktiv fəaliyyət göstərə biləcək və Azərbaycanın həqiqətlərini, Azərbaycan reallıqlarını təbii ki, dünya ictimaiyyətində də çatdıracaq.
Siz əvvəl qeyd etdiyiniz kimi müharibələr tarixi dediniz. Tarix, müharibələr tarixi. Adətən biz də belə başa düşürük də. Bizdə də evdə, məsələn, bizim şagirdlərimizin evdə uşaqlardır. Filan döyüş nə vaxt olub, filan müharibə nə vaxt olub. Mənə belə suallar çox verirlər şagirdlər tərəfindən. Yəni bu müharibələr tarixi 14513 tarixdə sinifli cəmiyyət formalaşandan bu günə qədər müharibə qeydə alınıb. Bu 14513 müharibəni heç kim bilə bilməz. Yəni insanın intellekti buna imkan verməz ki, ümumiyyətlə yaddaş, insanın yaddaş həcmi tutumu buna imkan verir, onu yadda saxlamaq. Bunu yadda saxlamaq da lazım deyil. Tarix müharibələr tarixi deyil. Əslində tarix elm olaraq cəmiyyətin inkişaf proseslərini, inkişaf qanunları, onları öyrənən elmdir. Ümid edirəm ki, dərsliklərimiz də, tarix müəllimləri də tarixi bu şəkildə təqdim edirlər. Cəmiyyətin inkişaf prosesini öyrənək. Cəmiyyət harda idi, hara gəldi və bundan sonra hara gedəcək və Azərbaycanın da gələcəkdə təbii ki, cənab prezidentin rəhbərliyi altında Azərbaycan da yəni bütün sahələrdə olduğu kimi təhsil sahəsində də inkişaf var, irəliləyişlər özünü göstərir. Təbii ki, bütün sahələrdə, cəmiyyətin bütün sahələrində olduğu kimi təhsildə də problemlər olmalıdır. Yəni problemsiz cəmiyyət yoxdur. Ümumiyyətlə belə bir cəmiyyət olmayıb, belə bir formalaşmayıb belə bir cəmiyyət. Və qısa müddətdə də təhsil sahəsində olan bu problemlər aradan qalxar. Ancaq təhsildə görülən addımlar, təhsildə keçirilən islahatlar, ümumiyyətlə təhsil sistemində həyata keçirilən tədbirlər qısa müddət özünü büruzə vermir. Yəni öz əhəmiyyətini qısa müddət göstərmir. Uzun müddətdən sonra biz bu təhsildə olan bu negativ halların aradan qaldırdığını biz görəcəyik, müşahidə edəcəyik. Sağ olun, gəldiyinizə görə, maraqlı fikirlərinizə görə verilişimiz sona yetir. Və verilişimizi belə bir fikirlə yekunlaşdırmaq istəyərdim ki, fizika, kimya, biologiya, riyaziyyat, bütün bu fənlərin tədrisində dərsliyin də, müəllimin də üzərinə düşən vəzifələrdən ən birincisi o marağı yaratmaq, o fənnə sevgini yaratmaqdır o öz yerində. Ancaq tarixlə bağlı bu daha əhəmiyyətlidir. Dərslik üçün və müəllim üçün ki, o tarixi olan marağı, sevgini yaratsın. Çünki tarix bizimdir. Yəni biologiya ümumidir, fizika ümumidir, kimya ümumidir. Amma tarix bizimdir, vətənimiz kimi. Vətənimiz necə bizimdirsə, bizim tariximiz də bizimdir. Və gələcək bilik verilişinin gələcəyə yönəlib baxışlarında tariximiz o qurmaq istədiyimiz təsəvvürümüzə canlandırdığımız bilikli gələcəyin bünövrəsindədir. Bu tarixi həmişə, bu bünövrəni həmişə sağlam tutmalıyıq, qorumalıyıq yad təsirlərdən və tariximizi sevək, yəni deyirəm. Çünki tarix bizimdir. Sağ olun, diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.